Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bəzi insanlar var, hündürlükdən qorxurlar, yaxud kalstrofobiya qorxusu var, qapalı yerdən. Liftdi, yaxud qaranlıq otaqlarda, zirzəmdi və s. və ilə. Və nəticədə bu heç bitmir. Ömrünün sonuna qədər bu qorxu səninlədir. Amma bunun bir yolu var. Bəzən çətin də gələr və bəzi insanlar qorxaqlar, bacarıqsızlar, bacarmırlar. Kimisindən şüarlar səslənir. Bunun yolu həmin şeyin üstünə getmək. Qal liftdə. Öləcəksən, uzağa gəlib çıxaracaqlar da. Qaranlıqda bir 5 dəqiqə, 10 dəqiqə, 15 dəqiqə qal. Və nəticədə bu şeyin üstünə getdikcə tədricən səngiyir. Böyükdən kiçiyə, yaxud yəni balacaya doğru bu həcmdə azalma doğru gedir və nəticədə yoxa çıxır. Bundan əlavə olaraq baxırsan ki, 14 mərtəbədə liftlə getmir. Piyada, yaxud yəni peşqom deyilir də buna üstünlə. Və nəticədə daima o gözündə qorxu qalır. Və bəzən də bu psixoloji xəstəliklər hər hansı bir növ ürkü deyilən bir şey var ki, o nə qədər sən pis vəziyyətə narahat olursan ki, o da o şeydən qaçdığın üçündür. Amma üstünə getdiyin təqdirdə o səndən qaçacaq. Sənin qaçdığın kimi tərsinə. Çalışın hər zaman qorxularınızın üstünə gedin. Yoxsa qorxaq olacaqsınız. Seanslarımız əyani və onlayn şəkildə həyata keçirilir. Qoşulmaq istəyənlər mesaj bölməsinə, şəxsi bölmədən yaxud şərh bölməsində məlumat verə bilərlər.